Uşaqlar, indi isə mən sizinlə 62 ilə davam eləyəcəyəm. 62-ci səhifədə olan misallarla. Deməli, baxaq birinci misalımıza. 62-də birinci neçədən başlayır? Birdən, bəli. Birdən başlayır. Elə açaq görək, birdə nə deyilir? 62-nin birinci səhifəsində yazmışam. Bura görək. Hardan başlayıram? Bəli, buradan. Bəzən görürsən ki, tamın yerinə biz kəsirlərdə ədədlər yazırdıq. Məsələn, 2 tamın yerinə neçə böl 2 yaza bilərik? 4. Bax, buranı boş buraxıblar. 3-ün yerinə bəs nə yaza bilərik? Məxrəc 2 olsun, amma 3-ü əvəz eləsin. 6 böl 2. 4-ün yerinə isə yaza bilərik 12 böl 3. 2 bərabərdir 8 böl 4-ə. Bəzən 2-ni yerinə məxrəcə baxır da, məxrəc 4-dürsə biz 8 böl 4. 2 tam 3-də 1-i isə düzgün olmayan kəsirə çevirmək lazımdır. 2 vur 3, üstünə gəlirik 1, 2 vur 3, 6, üstə gəlirik 1, 7. Bunu bəs neyinirək? Məxrəc burada 5-dir. Məxrəc ki dəyişmir, yazaq bura 5. Onda 3-ü vurublar 5-ə, 15. Üzərinə neçə gəliblər ki 17 olub? 2. Misal 2-də nə deyilir? Səhifə deməli 62-nin ikincisində deyilir ki, ədəd oxunda boş xanalara uyğun ədədləri yazın. Məsələn, burada hərfləri yazın. Ədəd oxuna baxıram, uşaqlar, bax burada. Burada ədəd oxu. Deməli, 1 tam 3-də 2 ilə 6-da 23 arasında hansı ədəd, hansı hərf yerləşir? 1 tam 3-də 2. Bunu da tama çevirsək, 24 olsaydı 6-ya bölərdik, 4 düşərdi. 24-dən azdır, 3 tam olacaq. 3 tam 6-da 5. Bunu da belə davam eləyək. 5-də 4 olduğu kimi qalır. Kiçikdir. Bunu da yazaq. Karandaşla bunları da qeyd eləyim. Çünki burada çevrilmələr olur bəzən. Onları yazım sonra. Burada da var ədəd. Kiçikdir. Mən bunu davam eləyəcəyəm uşaqlar. Ona görə qarışmasın deyə bunun altından mən sarı xətt çəkirəm. Bax belə. Bunun da altına sarı xətt. Qarışmasın bunlar sonraki üçüncüyə. Deməli 17-də 10 isə 1 tam 10-da 7-dir. 10-da 7. Hələ ki, mən bunları ədəd oxunda göstərəcəyəm sizə. 11-i 3-ə bölsək, 3 tam 3-də 2 eləyər. 3 tam 3-də 2. Kiçikdir. Buranın kvadratını çəkməmişəm. Kiçikdir. Bu kvadratı nə düşəcəksə, indi onu tapamalıyam sizinlə birlikdə. Bu da 7 tam 3-də 1-dən. 3-də 1. Bu arada hansılar yerləşir? Onu mən kitabdan sizə göstərim yaxından. Məsələn, birinci misalımız bu idi. 1 tam 3-də 1 ilə çevirmədə biz aldıq orada 3 tam 6-da 5. 3 tam 6-da 5 buralardır. Buralarda olacaq. Sonra 3 tam 6-da 5. Çevirmədə bu onu verir. 1 tam 3-də 1 isə budur. Bununla bax, bunun arasında C nöqtəsi yerləşir. Ona görə də, bax, birinciyə C nöqtəsi düşür. Bax, bura C yazıram. Sonra 5-də 4 ilə 10-da 17. 5-də 4 hanı? Yəni ki, tamı yoxdur. Bax, buradır. 5-də 4. Tamı yoxdursa, bax, bura düşəcək. Fərz eləyək ki, A nöqtəsinə 10-da 17 isə 1 tam 10-da 7. 1 tam bax, buradır 10-da 7. 5-də 4 də bundan biraz bu yanadır. B nöqtəsi düşəcək. Burada B nöqtəsi düşür. 3-də 11. 1 tam 3-də neçə eləyir bu? Görün, burada ayırmışam mı? 3-də 11. 3-də 11 eləyir. 3 tam 3-də 2. 3 tam 3-də 2. Bax, budur, C nöqtəsidir. 3 tam 3-də 2 ilə 7 tam 3-də 1. 7 tam bunun arasında isə 2 dənə nöqtə var. D, Y nöqtələri. Burada düşəcək D,
və Y nöqtəsi. 2 nöqtə düşəcək bura. Bax, bunları soruşur bizdən. Mən indi bunları dəftərə yazıram. Birinciyə yazırıq C. Bura C düşəcək. Bu da C'dir. İkinciyə yazıram B. Bura B'dir. Həmin misaldır. Yenə B düşür. 11'də 3 görək. Hansıydı 11'də 3? Bəlkə səhv yox, axırıncı düz yazdıq. D ilə Y nöqtələri isə bura düşəcək. D, Y, vergül. Burada D, Y. Birini də yaza bilərsiniz. İkisi alınır. Amma ədəd oxuna görə. Misal 3'də nə deyilir? 3'də deyilir ki, verilən ədədlər arasında yerləşən 3 ədəd yaz. Yəni ki, verilən ədədlər, axı bu qaldı 3-cü. Hə, o 4 idi verilən ədədlər arasında. Bunu yazırıq 3'də. 5 böl A. Birinci surətdir, ikinci məxrəcdir. Bax, bu birinci bölünən surətdir. Qaraladım 5'i də. 5'dir bu. 5 surətdir, A məxrəcdir. A nəyə bərabərdir onda? A bərabərdir 7'yə. B dedik ki, surətdir. Birinci surət olur, bölünən. Surət 3'ə bərabərdir. B bərabərdir 3'ə. 4 bu məxrəcdir. K 9 bu ikinci məxrəcdir. Olduğu kimi yazılıb. K isə 5'ə bərabərdir. Surətdir. Bölünən surət olur həmişə. Misalımızda da bölünən K'dır. Bölən məxrəc olur. 1/5'də bizim məxrəcimiz 5'dir. Lap bunu düzgün olmayan kəsrə də çevirsək, məxrəc dəyişməyəcək. M bərabərdir 5'ə. Misal 4'də. Bunların ikisinin arasında verilən 2 dənə kəsr arasında yerləşən 3 ədəd yazın. 3'də 2'dən kiçik olsun. Məsələn, bunun arasında 9'da 1 biraz böyüdək. Bu rəqəmi 9'da 1'i biraz artıraq. 9'da 1 azdır da. Olsun 9'da 2 pay. 9'a bölək 2 pay götürək. 9'da 2 vergül. 9'da 3 götürmək olar. 9'da 3. Biri də bundan kiçik götürək. 3'də 2 olmasın. Olsun 3'də 1. 9'da 3 özü də 3'də 1'dir. Bunu eləyək 9'da 4. Vergül qoyuram. Bunu isə 3'də 1. 3 ədəd yazdım. 1/9'da 1 ilə 1/5'də 1 arasında olan bir ədəd götürək. Tamları heç nəzərə almayaq. Baxaq, 9'da 1, bu da 5'də 1. Olacaq, amma yazanda nəzərə alırıq. 1 tam, yenə də bu 9'da 1'ə uyğun yazmaq olar ki, 9'da 2, 1 tam, burada 1 tamın yanında mən vergül qoydum, olmaz. 1/9'da 2, 1 tam, bunu kiçildək indi biraz, bundan geri götürək. 1/5'də 1 var, olacaq, bundan əvvəl olar. 3'də 1 götürmək olar. 1/3'də 1 amma böyütmüş olarıq. Olar 1 tamın özü. Sonra 1/6'da 1. 6'da 1. Bax, bu 3 dənə bunların ikisinin arasında yerləşir. 9'da 2. 9 yerə bölüb 2 dənəsini götürürsünüz. Fərz eləyək ki, bir dənə kibrit çöpünü 9 yerə bölürsən, xırda-xırda hissələr düşür. Onu ikisini götür. Və yaxud 2 yerə böl, birini götür. Bu böyükdür, bu isə kiçikdir. İndi biraz bunu artıraq, gələk bu tərəfə. 9 yerə bölək, kibrit çöpünü 3 pay götürək. 9'da 3 olsun. Biraz da artıraq. 9 yerə bölək, 4 götürək. 9'da 4. Bundan da kiçigini götürək indi. Olacaq 5 yerə bölək, ikisini götürək. Biraz da ondan kiçikdir. 5'də 2. Sonra buna baxa, bunlar 2/7'də 2 ilə 2/8'də 3. 2/7'də 2, 7 yerə bölüb 2 tamla əlavə 2 pay götürüblər. Biz biraz artırsaq 2 tam artırırıq ona görə ki, bu tərəfə gəlməlidir. Bundan başlasaq geriyə gəlməlidir. 2/7'də 3 götürürəm. Bundan geri düşsəm nə olar? 2/8'də 2. Bundan geriyə getsəm. 2/8'də 2. Axırıncını da götürürəm. 2/8'də 1. 2/8'də 3'dən kiçikdir. 8'də 1.
Bu bizim 4-cü misalımız idi. Və burada da biri qalıb. Burada da biri qalıb. Mən qırmızı ilə burada xətt çəkeyim, qarışmasın. Bax bu bir dənə. Bunlar seçilir ayrı-ayrı. Bu da var. Belə. Bu da belə. Bu da var. Bunun aid olanları isə qabağında yazacağım uşaqlar. O biri səhifəyə keçməyim. 2də 1 yarı deməkdir. Biraz artırıram. Olur 3də 2. 3də 2 virgül. Sonra 5də 4-dən 2 dənə arxaya gedirəm. 5 yerə bölüb 4 pay götürmüşəm. Çoxdur da. Qoy 5də 2 götürək. 2. Birini də götürək 5də 3. Bu xüsusi bir dərsdir. Yəqin müəlliminiz keçib, izah eləyibsə başa düşərsiniz. Yuxarıda 3-cü. Bu isə 4-cü misaldır. 5-ə baxıram. 5-də nə deyilir? 5-də düzgün kəsr olması üçün A-nın yerinə nə hansı ədədlər olmalıdır? Baxaq. 13-də A. Düzgün kəsr olması üçün 13-də 1, 13-də 2, 13-də 3 və s. Hara qədər düzgün kəsr ola bilər? 13-də 12-yə qədər nöqtələr qoyuram. 13-də 12-yə qədər düzgün kəsirdir. Onda A hansı ədədləri alar ki, bu düzgün kəsr olsun? A, bax bu ədədləri alar. Yuxarıdakı ədədləri. A bərabərdir. Ola bilər 1, 2, ola bilər yox, elə də olmalıdır. 3, 4, 5, davam eləyirəm. 6, 7, 8, 9, 10, 11, 12. Bax bu ədədləri almalıdır. A bunları alarsa, bax bu surətdəki A. Bu ədədləri qoysuq yerinə. 1, 2, 3, 4, 5, 6, 7, 8 və tək-tək belə kəsirlər yazsaq. Ən axırıncı 12. 13-də 13 olarsa bu artıq düzgün kəsir deyil. Düzgün olmayan kəsirdir. A, burada kəsirin 1/2-də 1-dən kiçik olması üçün A-nın yerinə nə olmalıdır? Amma o mənada ki, düzgün olmayan kəsir olsun. Hansı natural qiymət 2də 1 kiçik olması üçün, 2də 1-dən kiçik olması üçün. 1/2-də 1, 2də 3-dür. Yerinə hansı qiymətlər olmalıdır? Natural 1/2-də 1-dən. 1/2-də 1 özü 2də 3-dür. İndi bunu biraz qırmızıyla yazacağam. Burada başa düşmək üçün uşaqlar. 12-də A, 12 bölünsün A. Kiçik olmalıdır nədən? 2də 3-dən. Bu da 2də 3-dən yox. 1/2-də 1-dən. 2də 3 yazdım. Bura səhv oldu. Mən o qədər səhvlər eləyirəm. Sonra yadıma düşür. Deməli, 12 bölünsün A kiçik olmalıdır. 1/2-də 1-dən. 1/2-də 1-i də düzgün olmayan kəsirə çevirsəm, 2də 3-dən. Deməli, bu yerinə hansı natural olmalıdır ki, bundan kiçik olsun? 12. 2də 3-dən kiçik olmaq üçün bu uca 1 tamdır. Bu isə burada 1 tam yoxdur. 12-ni əgər biz bura 11 yazsaq, 1-ə yaxın bir ədəd olacaq. 12 böl 12 1-dir. Yəni bu 1 tamdan böyükdür. Ona görə yazıram bura. Neçə dənə yazmalıyıq A-nın yerinə? A-nın yerinə 1 yazsaq 12 tam eləyər. 2 yazsaq olar 2 yazsam 6 tam. 3 yazsam A-nın yerinə 3 yazsam 4 tam. Bundan kiçik deyil hələ. 5 yazsam yenə də 6 yazsam 2 tam olacaq. Bunun yerinə 6 yazsam, məsələn 12 bölünsün 6. A-nın yerinə 6-dan başlayıram. Bərabərdir 2 olar. 2 də bundan kiçik deyil, böyükdür. Bundan böyükdür 6. 2 yazsam 12-ni 6-ya bölürəm 2. 3də 2 isə 2 tam deyil. 2-dən kiçikdir. Onda 6-ya qədər olanları yazıram. 1-də 12.
Bir de 12 de olmaz. Bir de 12 olsun. 6'dan sonra yazaq onda. 12 bölünsün 7. 12 bölünsün 7 2'dən kiçik olacaq. 12 bölünsün 8. 12 bölünsün 9. 12 bölünsün 10. Bunları sonra 12 bölünsün 10. Burada yazın. 10. 1 tam 10'da 2'dir. 10'da 2 də 5'də 1'dir. 10'da 2. Bu da bərabər 1 tam 5'də 1. 2'də 1'də 1 tam 2'də 1'dən kiçikdir. 5'də 1. Bunları da çevirip yazmaq lazımdır. 2 tam 12'ni 7'yə bölsək 1 tam 7'də 5. 1 tam 7'də 5. 1 tam 2'də 1'dən böyükdür. 12'ni 8'ə bölsəm 1 tam 8'də 4. Bu da 2'də 1 deməkdir. 1 tam 2'də 1 deməkdir. Bu 1 tam 2'də 1 deməkdir. Bu böyükdür, bu böyükdür. 12'ni 9'a bölsək 1 tam 9'da 3. Bu da bərabərdir. 1 tam 3'də 1'dir. İndi hansı ədədləri alır? Mən burada yazıram onda. 12'yə qədər olan ədədləri hansılar olacaq? Başlayacaq. Bax buradan 1 tam 8 qutardı mı? 9'dan. A bərabərdir. Ala bilər 9, 10, 11. Bu ədədləri ala bilər. 12 ala bilməz. Niyə görə 12 ala bilməz? A bölü 12 bölü 12 1 olacaq. Bax bu 3 dənə ədədi ala bilər. 6. Müqayisə düzgündürmü? 1'dən çıxıblar 15'də 1. Biri yerinə yazmışam 15'də 15 çıx 15'də 1, 15'də 14. Bu tərəfə indi toplayıram. 5'də 3 üstə gəl 2'də 1 bərabərdir 10'da 11. Deməli sol tərəf 5'də 14, bu tərəf isə 10'da 11. İndi bunları müqayisə eləmək üçün bu sol tərəfdir. 15'də 14. Bunu 30'a çevirək. 30'da davamını sizinlə eləyəcəm. 30'da 28 sol tərəf oldu. Sağ tərəfi isə 30'da 3'ə vururam. 33. 3'ə vururam 30. 30'da 33. 30'da 33. Deməli, işarə kiçikdir olacaq. Burada nə qoyublar? Böyükdür. Bunun qabağına yazaq ki, səhvdir. Səhv. İndi bunu izah eləyirəm. Bu tərəfi çıxaq. 2 tam 3'də 1'dən 3'də 1'i çıxsaq, bunun kəsr hissəsini çıxırıq. Burada qalır 2 tam. Kiçikdir. Bu da eləyir. Düzgün olmayan kəsirdir. Çevirsəm olacaq 1 tam 6'da 1. Bunun tamı 1'dir, bu 2'dir. Qoyublar kiçikdir, düzdürmü? 2 doğrudan da kiçikdirmi 1 tam 6'da 1'dən? Yox. Bu nədir? Bu da səhvdir. Səhv və yaxud da yanlış. Bu da səhvdir. Əslində 2 böyükdür 1 tam 6'da 1'dən. Ona görə də bax biz bunların üstünə xətt çəkirik. Bu işarələrin səhvdir. Burada da bunun üstünə xətt çəkirik. Yəni səhvdir. Cavab səhvdir. Bax bunun qabağında nə yazıram? Səhv. S-ə-h-v. İndi bunlara baxıram. 3 tam 2'də 1, 2 tam 3'də 1. Toplasaq 5 tam 6'ya gətirək məxrəcləri. 6 eləyək hər ikisi üçün də. 3 tam 3'ə vururam. 6'da 3. Üstə gəl 2 tam 6'da 2. Bu tərəf olacaq. Görəsən bərabərdirmi 4'də 23'ə? Davamını burada yazıram. 6'da 5 tam 6'da 5. 5 tam 6'da 5. 23'ü 4'ə bölsək düşər. 5 tam 4'də 3. Yenə yazıram. Bərabərdir. 5 tam 4'də 3. Bəs bunlar üçün indi bərabərləşdirək
məxrəclər. Əgər tamların biri böyük olsaydı, götürərdik hansı tərəfəsə böyük. Tamlar bərabərdir. Kəsirləri müqayisə eləmək üçün 12 götürürəm. 5 tam 12, 2-yə vurdum. Bunu da 2-yə vursam 10. Sağ tərəfi isə 5 tam 3-ə vururam. 12-də 9. 3-ə vurdum. Onda bu tərəf böyükdür. Sol tərəf böyükdür. 10-dur, bu 9-dur. Deməli, bərabər yox. Burada bərabər işarəsi yox. Nə olmalıdır? Sol tərəfin böyükdür olmağını göstərmə. Bu işarələr səhvdir. Biz axırda aldıq ki, böyükdür. Səhvdir. Hələ ki, 3 dənə səhv almışıq. Görək buna baxaq. Görək düzdürmü? 3-ü də səhv olub elədiklərimizi. 1 tam 8-də 5 üstə gəl 4-də 1. Bu olacaq. Çıxma burada var. Yaxşı. 1 tam 8-də 5. Üstə gəl. Bunu da 8 eləyək. 8-də 2. Kiçikdir yazıblar. Biz də yazaq. 4-də 1 ilə 6-da 1-i də məxrəcin bərabərləşdirək. 12 eləyək. 2 tam 12-də 3. Bu 2-dir yoxsa 1-dirmi kitabda görək. Bu neçənci misal idi? 6-cıda. 6-cıda 2 tam. Deməli, bu axırıncıdır. Bəli, 2 tam 4-də 1. 4-də 1-dir. Bu 2-dir. Deməli, olur 2 tam. Tamı saxlayıram. 4-də 1-i eləyirəm. 12. 3-ə vururam. 12. Surəti də 3-ə vururam. 6. Çıx. Çıx. Bunu da 12 eləyirəm. 2-yə vururam. 12. 2. İndi bu tərəfi də toplayaq. Bu tərəfi də 1 tam. Bu da 8-də 2. Olacaq 1 tam 8-də 7. Kiçikdir. 2 tamdan 12-də 2 çıxırıq. Burada da 12-də 6. Tamımız qalır olduğu kimi. 2 tam. Görək 2 tamdan o birisinin tamı yoxdurmu? Yox. 6-da 1 idi. 2 elədik bunu da. Kiçikdir. 1 tam 8-də 7. Üstə gəlirik də. Bəli, düz yazmışam. 1 tam 8-də 7. Hansı bir işarəmizin fərqi var mı burada? 1 tam 8-də 5. Üstə gəl 8-də 2. 4-də 1. Bəli, düzdür. 8-də 2 elədik. Bu da belə 2 tam 12-də 6. Bunu mən vurdum 3-ə. 2 tam 12-də 3-dən də bunu çıxsam olar 2 tam 12-də 4. 2 tam 12-də 4. Bəli, indi nə edirik? Məxrəcləri 12, 8, 12, 24 hər ikisi üçün. Görək düzdürmü? 1 tam 3-ə vururam. 24, 7-ni də 3-ə vururam. 21, kiçikdir. Bunu da 24 eləyirəm. 2 tam 24-də 8-dən. Burada 24'te 8, burada 24'te 21. Bu da böyük olmalıdır. 1 tam 24'te 21 böyükdür. 2 tam 24'te 8'den. Bunlar işarələr səhvdir uşaqlar. Kiçikdir, kiçikdir. Biz axırda böyükdür aldıq. Bax bu işarələr səhvdir. Böyükdür aldıq. 1 dənə, 3 dənə misal verilir, 4 dənə. Hərəsində də nə qədər? 6-cı, 7-deyik indi. Hesablayın. 7-ni də yazmışam. Bir qismini hesablamışam. İkisini sizinlə birlikdə hesablayacağım. Bəli, 5, 6, 3. Ortaq məxrəc neçə olacaq bunlar üçün? 5-ə, 6-ya, 3-ə bölünən. 18, yox, 30. 30 olacaq. Bərabərdir. 30. 30'u 5'e 6. 6'ını da vururam 2'ye. 12. Çıxılsın. 30'u 6'ya bölsəm 5. 1'e vururam olur 5. 30'u 3'e bölürəm 10. Vururam 1'e eləyər 10. Üstə gəldi burada. Bu da bərabərdir. 7. 12'den 5 çıxsam 7. Üstüne 10 gəlsəm 17 böl 30. 17 ilə 30 ixtisar getmir, belə də qalır. 5 tam 2'də 1 çıxaq. Birinci mötərizəni eləyirik. Ona görə 5 tam 2'də 1'i olduğu kimi yazıram.
Çıxılsın. 3-də 2 üstünə gəlirəm. 9-da 5. Mən belə eləyirəm uşaqlar. Üstəgəl olanda lazım deyil ikisini də bir. Bu tam qarışıq kəsirdi, bu adi kəsirdi. Düzgün olmayan kəsirə çevirməyəcəm. Ancaq məxrəcləri bərabərləşdirəcəm. 3-ə vuracam. Bu mötərizənin içərisini belə yazacağım. Çıxılsın. 9-da 3-ə vurdum. Bunu da vururam 3-ə. 6. Üstəgəl 1 tam 9-da 5. 9-da 5. Bağlayıram mötərizəni. Bərabərdir. 5 tam 2-də 1. Biz 2-də 1-dən 9-da 5-ə çıxmalı. Buna görə mən burada düzgün olmayan kəsirə çevirirəm. 2-də 11. Çıxma olanda çevirməliyəm. Çıxılsın. Bu kəsirin cavabı nə olur? 1 tam 9'da 6'nın üstüne de 9'da 5 gelsem 1 tam 9'da 11. Bu da beraber eləyər. Çıxmada neyinirik? Məxrəci bərabərləşdiririk. 2 ilə 9 üçün eləyirik 18. Və yaxud da belə də olar. 18'i belə yazıram. 18'i 2'yə bölürəm 9. Vururam ona 90. Çıxılsın. Axı bu tam var. Tam var burada. Tamı da yaxşı belə gətirdik. Bu da olsun onda 1 9 üstə 11 gəlsək. Düzgün olmayan kəsirə çevirsək. Burada mən yenə də nə edeyim? Onu bölüm 2'yə 5 tam. 5 tam çıxır da elə buradan. Deməli 10 böl 2 bu hansıydı? Bu idi mi? Elə 5 tam 2'də 1 yazar da. Bunu qoy elə tamı ilə yazaq. 5 tam 2'də 1. 5 tam 2'də 1'dən 1 tam çıxırıq. Yenə də çıxmaq olmayacaq. Bunun ardını mən əlavə kağızda eləyirəm uşaqlar. Aydın olsun sizə də. Bu hissəni burada izah edəcəyim. Çünki mən bunu düzgün olmayan kəsirə çevirməliydim. Ona görə. 1 tam 9'da 1'i mən bura salmışam. Daha burada yer yoxdur ki çıxam. Ardını burada yazıram uşaqlar. Çevirirəm. 5 tam 2'də 1'i olur 2'də 10. 11. 2'də 11. Çıxılsın. 9'da 6. Üstə gəl. Bunu da çevirirəm. 9 5. Bir dəfə 9 9 üstə 5 gəlsəm 9'da 14. Mötərizə bərabərdir. 2'də 11. Çıxılsın. Mötərizənin cavabı eləyər 9'da 6 ilə də 14'ü toplasaq 20. 20. Bu da bərabər eləyər. Bərabərdir. İndi mən məxrəci 18 eləyəcəm uşaqlar. Bunu 2'yə vuracam. Bunu 9'a. Və yaxud da belə götürüm. 18 belə ortaq məxrəc götürürəm. Ən kiçik ortaq məxrəc. 18'i 2'yə bölürəm 9. 11'ə vururam 99. Çıxılsın. 18'i 9'a bölürəm 2. Vururam 20'yə 40. Bu da bərabərdir. Bu misalımızın ardı belə davam eləyir. Buradan bərabər qoymalıyam. Mən hansı misal idi? Bax bu. Bax buradan düz tutmuşdum. Bunlar bu səhvdir. 40'dan 99'dan 40 çıxsam qalar 59. Bərabərdir. 59 böl 18 bərabərdir. Bu da buradan bərabər qoyaq. Bunu çevirək. Tamını götürək. 59'u 18'e bölüm kənardan 59 böl 18. 20 götürsəm bunu da 63 dəfə. 3 dəfə 8 24 2 yadda. 54 eləyək. 3 dəfə 8 24 2 yadda. Bəli 54. 3 tam 18'dən deməli 59'dan da 54 çıxsam qalar 5. Bu da bərabər eləyər. İxtisar eləsək 5'ə. Gedir mi 5'ə? Yox, getmir. 3 tam 18'də 5.
Bölünmür heç nəyə. Bax belə də qalır. Nöqtə, virgül, 2 nöqtə qutardı burada. Bax burada cavabımız qutarır. Heç bunlar da lazım deyil. Bax bu burada üstündən xətt çəkdiyimin ardı budur uşaqlar. Bura qədər. Yəni bunu dəftərdə də göstərim sizə. Bu misal 8-dir. 8. 8-in bax bu 8-in birinci misalı, ikinci misalının ardı bura qədər. İkinci misalı bura qədər. Üçüncü də var. Bax buradan sonra ikincini, bunun ardını vərəqdə gördünüz. Bu üçüncü bərabərdir bura qədər. Bu da dördüncü. Əvvəldən eləmişəm. Bərabər qoyub burada cavab 1-dir. Burada isə 24-də 11-dir cavab. Bunun cavabını isə biz son cavabı da buraya yaza bilərəm sizin üçün. Əgər kağızda görmək 3,18-də 5. Burada birbaşa cavabı da yaza bilərsiniz ki, qaralamada eləyib yazmışam. 3,18-də 5. Bu vərəqi yazmaq istəməsəniz belə yazarsınız. Bunun da cavabı 30-da 17. Uşaqlar, qaldı buradakı 8-ci misalımız. 8-ci misal deyil, səhərdən elədiyimiz kəsirlərin toplanması, çıxılması, müqayisə eləyəcəksiniz. Belə tip misalları çox eləmişik. Özünüz eləyərsiniz uşaqlar. Bu qədər. Sağ olun.